Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər Age of History 3-də dostlar Britaniya Hindistan serimizin qaldığımız yerdən davam edirik. Yəni 4-cü bölümü. Yox, 3-cü bölümüdür ya da 4. Bölümləri saymıram ümumiyyətcə. Bölümləri saymıram. Portuqaliyanın axırıncı dəfə ordularına baxırdıq. 24k bir orduya sahibdir Portuqaliya. Amma ki dostlar, aqressiv genişləməmiz üzündən biz bu dəqiqə heç bir şey eləyənmirik. Model tank araşdırırıq. İndi nə edək? Bu, bir də bu qaldı. Bu. Всё. 71 aqressiv genişlənmədəyik. Dəqiqə. Məncə dostlar, Portuqaliya savaş açaq. O torpağa görə. Şu model tank. Dostlar, demək olar ki, Hindistan coğrafiyasını demək olar daha tamamlayırıq. Amma ki dostlar, həqiqətən də qəşəng iş bazardıq Hindistandan. Və bir də bu Nepalı da alarıq. Nə olar, nə olmaz deyə. Və bu arada yeni texnologiya araşdırmışıq, model tank. Digital paranı verəcəm araşdırmağa. Və bir də dostlar, bizim xalqımızın ekonomi səviyyəsi zor durumdadır. Və çalışacaq ki dostlar, tikdiyimiz fabrikalarla xalqın ekonomi səviyyəsini düzəldək. Yəni dostlar, nəyə görə ekonomi səviyyəsini düzəldirəm? Çünki Babür İmperatorluğun şəkilləyəndə güclü bir ekonomi ilə şəkilləndirək. Yəni güclü bir ölkə yaradaq deyə deyirəm. Zaten bu dəqiqə çox ölkə fəth elədik deyənə, demək olar ki, ekonomi səviyyəmiz qalxır da düşür də. Çünki insan saylarımız artır. İnsan artdıqca da nə olur? İş tapmaq daha da çətinləşir. Çünki iş yerləri dolur da, başa düşürsünüz. Savunma vaxtı yox, savunma. Yəni dostlar, biz elə bir hakimiyyət qurmalıyıq ki, yəni bir dənə adam belə deməməlidir ki, ölkədə iş yoxdur. Yəni Babür İmperatorluğunu insanlar üçün çox qəşəng bir dövr kimi qurmalıyıq.
Qəşəng. Hələ də zor durumdadır. Çünki nüfusumuz çoxdur. Yəni dostlar, belə balaca ölkələrdən aldıq üçün ki, Daje məncə balaca ölkələr qutardı. Tibet yox. Qəşəng. Demək olar ki, ölkəmizin çox yerində fabrikalar var. Agresiv genişlənməmiz düşənə qədər biraz fabrika ilə falan ekonomi qaldıraq. Üretim falan qaldıraq. Dünya birincisi bu dəqiqə. İnanılmaz bir şeydir. Mütəvazıyıq. Baxın dostlar, Daje ekonomi refah açısından mütəvazıyıq. Yəni Daje ölkəmizdə iş tapmaq asaddır. Yəni mütəvazi yazır burada. Onda dostlar, indi bizə düşən bir şey var. O da ki, Daje savaşlar açmaq. Savaş açmaq. Yəni biz fabrikalarla Daje ekonomi falan, üretim falan artırdıq yəni. Qəşəng. İngilislər biraz yavaş irəliləyin. Nəysə, İngilizlərə mən bir dənə casus göndərəcəm. Görüm dostlar, bu İngilizin nə qədər ordusu var. Bunlara da puldan zatdan göndərim. Mən yəni savaş açmaqlarını heç istəmirəm. Əksi halda haqq GG olarıq. Neysə, bari saldırmazlıq paktı falan imzalayaq. Mütəvazıyıq Daje. Müttəfiq ola Portuqaliya ilə müttəfiq olur. Amma diplomatik qabiliyyəti yaxşıdır da yəni. Qəşəng, Daje torpaqlarımızı topladıq. Oğlum, yenə də birinci sıradayıq. Özü İngilizlərə prestijdə də fərq atdıq. Və dostlar, Babür imperatorluğunu formulaya bilməyimiz üçün vasal da olmamalıyıq eyni zamanda. Amma ki biz hələ ki vasalıq. Dünya birincisi ola vasalıq da. 115k. 115k'lıq bir orduya sahibdilər. Onda mən də Daje ordu basım. Eləyək ordu sayımızı 120k. Qəşəng. London. Haydi qardaşım, biraz sürətli, biraz sürətli. Xahiş edirəm, biraz sürətli.
digital para araşdırdıq. Kaliteli mobilya. Çox qəşəng. İngiltərə orduları ilə bir yerdə gedirik. Qəşəng dostlar. Daha önce biz bir İngiliz vasalı olmuruq çünki savaşımızı açdıq. Baxaq, torpaqlarımızın rəngi dəyişdi. Baxın dostlar, mən bunu istəyirdim. Bir dəqiqə dostlar, daha bir məntiqli həmlə eləyəcəm. Sənin üçün bir dənə orduma əmr verəcəm. Qəşəng dostlar, amma ki belə bir problemimiz var ki, indi bu İngilizlərin bəzi vasalları, məsələn tutalım Britaniya, Misir Sudanıdır, sonra Nijeriyadır və s. belə vəzirləri əgər güclərini toplayıb gəlsələr, bizim üçün işlər biraz daha çətin ola bilər. Niyəsini desəz, çünki onda da çox güclü bir orduya sahib olur İngilizlər. Amma ki biz belə bir şey eləyəcəyik. Qalibsiz barış verməklə biz bağımsızlığımızı əldə eləyə bilirik. Və dostlar, gördüyünüz kimi daha indi biz bağımsızıq. Yəni İngiliz vasalı yazmır burada. Gördüyünüz kimi dostlar, burada İngiliz vasalı yazmır. Deməli, daha bağımsız bir ölkəyik. Mədəniyyəti də şəkilləndirə bilirik, çünki bir vasal deyilik. Amma bütün əyalətlərə sahib də deyilik. Çünki burada Portuqaliya var. Sonra o bir ordumuz hardadır? Bir də ordumuz bildim hardaydı. Arkadaşlar birisi de buradadır. Qəşəng. Amma ki dostlar, mən bu Nepalın hələ də İngiliz vasalı olmasını istəmirəm. Çünki bilirsiniz, Nepalla İngiltərə arası biraz, Hindistan arası biraz yaxşıdır. Osmanlı İmperatorluğu görək, bu nətərdir? Qəşəngdir. Və dostlar, ideologumuz da dəyişəcək. Artıq anayasal monarşi yox, monarşi. Yaxşı dostlar, bugünlük video bu qədər idi. Əminəm ki, yaxşı bir video olub. Sağ olun, salamat qalın.